Salam, hörmətli 9-cu siniflər, hörmətli abituriyentlər. Bugün 9-cu siniflərin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanının suallarına və doğru cavablarına baxacaq. Hər kəsə vurur. Birinci sualda düzbucağın uzunluğu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Biz bu düzbucağını, eni və uzunluğunu 10 qəbul etsək, yəni bu düzdür kvadrat olur, amma kvadrat da düzbucağının bir növü olduğu üçün olar. Sahə olur 100. Sonra deyir ki bizə bunun en və uzunluğunu azaldanda uzunluğunu 40% azaltsın. Onun 40%-i 4'dür. 10'dur. 4 azalanda artıq yeni düzbucaqlıda tərəf olacaq 6. Digər onu 20% azaltsam, onun 20%-i 2'dir. 2 azaldanda burada olacaq 8 və sahə 48 olacaq. Sahə neçə faiz azalar? 100 idi, 48 oldu. Necə dəyişdi? 52% azalar. 58. Kubun teni 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun həcmi A-nın kubudur. Til 2 dəfə azalanda 2'nin kubu dəfə, yəni 8 dəfə azalmış olar. 59. DOC bucağı 25 dərəcədir. Bu bucağımız 25 dərəcədir. A, O, D-ni soruşur. Bu 90'dırsa, onda bunun qonşusu olan bu da 90'dır. Həmin 90'ı 25'e buradasa, burada 90 çıx 25 dərəcə. Bu da 5, 8'dən 2, 65. Doğru cavab 65 dərəcə olacaq. Kəsimini ixtisar edin. Deməli, bu ifadədən m kvadratı ilə mn-dən m ortaq vurub çıxarsaq, m çıxılsın, burada n qalar. Burada mənfi 5n və müsbət 5m-dən də biz müsbət 5'i çıxarsaq, burada bir dənə m qalar, burada da bir dənə 5'i çıxartdığım üçün mənfi n qalar. Hər birində ortaq vuruq m çıx n, burada da m plus 5 qalar. Məxrəzdəki ifadə isə 5 minus m, 5 plus m olar. M plus 5 ilə 5 plus m ixtisar getsə, surətdə m çıx n, məxrəzdə də 5 minus m. M çıx n, məxrəzdə də 5 minus m, B variantı olacaq. Tənliyi həll edin. Hər tərəfi 3'ə bölsəm, x minus 2 bərabərdir 2'yə, x də bərabərdir 4'ə. Doğru cavab C variantı. Tənliklər sistemindən x-i tapın. Tərəf-tərəfə toplasam y-lər islah. 3x bərabərdir 6'ya, x də bərabərdir 2'yə. B variantı olar. Hansı nöqtə funksiyanın qrafiki üzərindədir? Deməli, x-in yerinə biz qiymətləri yazanda y alınan cavab doğru variantdır. X-in yerinə 6 yazsam, mənfi 2'ni 6'ya vursam, mənfi 12 plus 6 0 eləmir. Bu olmaz. 4'ü yazsam, mənfi 2'ni 4'ə, mənfi 8 plus 6 9 eləmir. Olmaz. Mənfi 3 0 yazsam, x-in yerinə mənfi 3 yazanda, mənfi 2'ni mənfi 3'ə vuranda 6 üstə gəl 6 0 eləmir. Olmaz. Mənfi 5'i yazsam, mənfi 5'i mənfi 2'yə vursam 10. Üzərinə də bu 6'nı gəlsəm 16. Bəli, doğru cavab D variantı olacaq. Növbəti. 18 ilə 36'nın əkabu 36'dır. Əbob 10 ilə 11 qarşı sadədə olduğu üçün əbobu 1'dir. Bunların da cəmi 37 olar. 64-cü sual idi bu. 65-ci suala baxaq. Tənasibdən x-i tapın. Baxın uşaqlar, bunun 3'ə böləndə bu eləyər. 21'i də 3'ə bölərəm, x-i taparam. 21'i 3'ə böləndə alınar 7. Doğru cavabımız C variantı olacaq. İlk 10 natural ədəddən təsəvvür edilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Mümkün hal sayı 10. 10'a qədər sadə ədədlər hansılardır? 2'dir, 3'dür, 5'dir, 7'dir, 8, 9, bitdi. Neçə dənədir? 4 dənə. 10'da 4, 2'yə də ixtisar aparsam 5'də 2. Y variantı. 67'də. A, B, O bucağı, bu bucağımız bizim 22 dərəcə verib. A, O, S, O, A, S, O bu bucağı bizə 28 dərəcə verib. Bizdən B, A, S bunu soruşur. Şuralar bu bucağı birləşdirsək, bu 22 ise bunlar radius olduğu için burada 22, bura 28, bu da radius olduğu için bu 28 olacaq. Onda bu ikisinin cəmi 22, 28 eləyəcək 0, 50 dərəcə. Deməli, BAC bucağı 50 dərəcə olacaq.
Tərəfi 12 olan kvadratın perimetrini tapın. Perimetr bərabər 4 vurulsun 12. Bu da 48. Doğru cavab D variantı. 56 mənfi 15 bu ifadənin qiymətini tapın. 56 ilə 14 ixtisar gedir. Burada qalar 4. Bu eləyir 50. 20-dən 50 çıxanda mənfi 30. Mənfi 15 ilə mənfi 30 gedər. Burada qalar 2. 4'ü də 2'yə bölsəm 2 alınar. Doğru cavab. 70 vurğularını ayırın. Hər birində ortaq vuruq x plus y çıxarsam c minus d qalar. Doğru cavab A. 71. A kesişmə B. A ilə B-nin kesişməsi nə olacaq? Hər birində olanlar 1, sonra 2, sonra 5. Bu A ilə B-nin kesişməsidir. Deyir ki, bu fərq C. Yəni burada olsun, amma burada olmasın. Şuralar. Burada olsun, amma burada olmasın. Baxın, 1 hər ikisində var, olmaz. Burada olan 2, 5 var. Lakin o 2, 5 burada yoxdur. Ona görə bizim doğru cavabımız A kesişmə B 2, 5. Yəni fərq C 2, 5 olacaq. Növbəti. Çərtinin renk rəqəmli AB ədədini tapın. Bu AB ilə BA-nın cəmi 10A üstəgəl B. BA da 10B plus A bərabər 88 vurulsun A minus B. 11A üstəgəl 11B bərabərdir 88 vurulsun A minus B. Hər tərəfə 11'ə bölsəm A plus B. 88 11'ə bölsəm 8A minus 8B. Mötərizəni vurub açdım. Bunu sağa keçirsəm 8A'dan A'nı 7A. Bunu da sola keçirsəm B ilə 8B'nin cəmi 9B. Bu tip misallarda şu olar. A B'nin əmsalı 9, B A'nın əmsalı 7 olur. AB ədədini tapın. Yəni 9, 7. 97. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə 8, 8 nöqtəsində olan kvadratın sahəsini tapın. 8 mənfi 8. Qarşı təpələrindən biri koordinat başlanğıcında. Yəni uşaqlar, koordinat başlanğıcını qeyd eləsək biz, koordinat başlanğıcı y, x. Biri buradadır. Artıq bunu bu formada qeyd etsəm, digər nöqtəsi isə x-i 8, y-i mənfi 8. Biz bunu x-i 8, y-i mənfi 8'i nəzərə alsam, x-i 8, y-i mənfi 8 burada. Aha. Deməli, bu nöqtənin x-i 8, y-i mənfi 8'dir. Uşaqlar, onda buradan bura qədər məsafəmiz 8 və yaxud buradan bura qədər məsafəmiz 8. Yəni kvadratın tərəfi 8'dir. Sahədə 8'in kvadratı 64. Növbəti. Mötərizəni vurub açsam, bu bundan ixtisar gedər 2 tam %85'in kvadratı. Bundan ixtisar gedər 7 tam %15'in kvadratı. Üstəgəl 2 vur, 2 tam %85 vur, 7 tam %15. Bu da 2 tam %85, üstəgəl 7 tam %15'in mötərizə kvadratıdır ki, bunların da cəmi 0, 0, 2 ilə 2'nin cəmi, 7'nin cəmi 9, 10 eləyir. Onun kvadratı 100. Doğru cevabımız burada da 100 olacaq. Yəni bu A plus B'nin kvadratının düsturudur uşaqlar. 75. X, Y natural ədədləri üçün X, Y 6, Y, Z 18 olarsa, X plus Y plus Z cəminin ən kiçik qiymətini tapın. Onun üçün çalışmalıdır X, Y, Z ən kiçik qiymətlərini alsın. Buradan Y-ə mən məsəl üçün 3 desəm, bu Y 3 olsa, Y 3 olanda X'in qiyməti 2 olar. Y 3 isə Z'in qiyməti 6 olar. Bu bir versiya. Y-in qiymətinə 6 desəm, X'in qiyməti 1 olar. Z'in qiyməti Y6 isə 3 olar. Sonra Y-in qiymətinə 2 desəm, X'in qiyməti 3 olar. Y2 isə Z'in də qiyməti 9 olar. Bu halda cəm 5, 11. Bu halda cəm 4, 6, 10. Bu halda cəm 5, 9, 14 olur. Cəm ən kiçik 10 olar. Doğru cavabımız 10. Bərabər tərəfli elm n üçbucağının
sahəsi bərabər tərəfli ABC üçgen sayısından 16 dəfə böyükdür. Deməli, uşaqlar, sahə LMN üçbucağında bundan 16 dəfə böyükdürsə, onda bərabər tərəfli üçbucaqlar ümumiyyətcə bir-birinə oxşar olan, istənilən bərabər tərəfli üçbucaq bir-birinə oxşardır. Nisbət 16-dırsa, onda oxşarlıq əmsalı sahə oxşarlıq əmsalının kvadratı ilə əlaqəli olurdu. Onda uşaqlar, oxşarlıq əmsalının özünə biz 4 deyərik. Yəni, LMN üçbucağının sayısı ABC üçbucağının sayısından 16 dəfə böyükdürsə, onda bunun hər bir tərəfi ABC-dən 4 dəfə böyükdür. Sahə istisna olmaqla sahə 16 dəfə böyükdür. O zaman bunun perimetri 9-dursa, LMN-in perimetri bundan 4 dəfə böyük 36 olacaq. Növbəti. İfadənin qiymətini hesablayın. Uşaqlar, bunları cəmləsəm, bunlar islah gedər, məxrəc 10 olar. Vuranda surət 5-in kvadratı 25 çıx, 2 kök 6-nın kvadratı 4 6-nın 24. Bu da 1 bölünsün 10. 0,1. Doğru cavabımız. 78. 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Uşaqlar, 2 yeşikdən birinci yeşikdə desəm x, ikinci yeşikdə 50 minus x deyək. Məsələn, tənlik və ya tənliklər sistemi qurmaqla həll edin deyək. Biz tənliklər sistemi yox, tənlik qurmaqla yazırıq. Birinci yeşikdə x, ikinci yeşikdə 50 minus x qalsın. Hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra 6 günə hər gün 3 yeşik götürür, 3 kiloqram götürülürsə, 6 günə birinci yeşikdən 18 kiloqram götürüləcək. O zaman x minus 18 kiloqram qalacaq. İkinci yeşikdən isə 2 kiloqram götürülür. 6 günə 6 vur 2, 12 kiloqram götürürlər və 50 minus x-dən 12 çıxırlar və deyir ki, bərabər miqdarda yeşikdə belə deyək də qənd qalar. O zaman biz buradan bu x-i sola keçirsəm, bundan toplansa 2x bərabər olar. Bu 18-i sağa keçirsəm, müsbət 18, 12-sini çıxsam 6, 50-dən də 6 çıxsam 44, x də bərabər olar 22-yə. Nə soruşur? Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Yəni x-i, o da 22 oldu. Növbəti. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarları algı satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. Deməli, 12 qəpiyə alıb 15 qəpiyə satır. Deməli, bu 3 qəpik gəliri olur. Deməli, biri 3 qəpikdən hesablayacaq ki, gəliri 3 qəpik olmuş olar. İndi, əvvəlcə 5 şar partlayıb. O zaman bu 6 manat 600 qəpikdir. Bir də 5 şar 12 qəpiyə alıbsa, 60 qəpik də burada belə deyək də ziyan uğrayıb. Onda bu 660 qəpik ən azı qazanmalıdır. 660. Və hər bir belə deyək də şarın satışından 3 qəpik qazanır. Nə qədər satmalıdır bilmirəm, 3x və bu 3x-in qiyməti 660-dan böyük olmalıdır. O zaman hər tərəf 3-ə bölsəm x böyük olmalıdır 220-dən. 220-dən böyük olan 221 belə deyək də şar satılmalıdır. Növbəti, düzbucaqlı üçbucağın katetlərindən bir dəqiqə bunu silək. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 cm böyük, hipotenuzundan isə 2 cm kiçikdir. Bu üçbucağın hipotenuzunu tapın. Düzbucaqlı üçbucaqda katetlərdən biri hipotenuzdan 2 cm böyükdür. Bura x-dirsə, hipotenuz x plus 2-dir. Digərindən isə x minus 2 olsun. Pifagor teoreminə görə x-in kvadratı üstə gəlsin x minus 2-nin kvadratı bərabərdir x plus 2-nin kvadratına. Açsaq, x kvadratı plus x kvadratı minus 4x plus 4 bərabər x kvadratı plus 4x plus 4. Bu x kvadratları islah gedər. X kvadratı bu 4-lər islah gedər. Bunu sola keçirsəm, minus 8x bərabər 0. X-i çıxarsam, x minus 8 bərabər 0. X bərabər 0, x bərabər 8. Lakin məlum məsələ tərəf 8 ola bilməz. X 8 olacaq. Hipotenuz 8 plus 2, yəni 10 olacaq. Növbəti, şəkildə verilən fiqurdan BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. BC qövsünün uzunluğu
4 pi AO. Ümumiyyətcə qövsün uzunluğu 2 piyerdir. Yarım diametr, yarım dairə olduğu üçün bu ikisini açsam piyer 4 pi'dir. O zaman radiusu qəbul edərik 4. AO məsafəsi 6'dır. Bu 6'dır. AB AC'yə bərabərdir. Bu tərəf yarıya bölündüyü üçün bu bərabər yanlış tutacaqda həm median, həm də bölən, həm də hündürlüyü olacaq. Nə soruşur? Verilən fiqurun sahəsini tapın. Əvvəlcə buradan bura qədər olan bu məsafə radius 4 isə 8 olacaq. Ona çəkilmiş hündürlük də 6'dır. Onda S ABC'ni tapsam tərəf 8. Ona çəkilmiş hündürlük 6'nın yarısı 6,8 24'dür. Bir də bu yarım dairənin sahəsi pi r kvadratı böl 2 pi radius 4'dür. Kvadratı 16 böl 2. Bu da bizə 8 pi verir. Deməli, delta S ümumi sahə 24 plus 8 pi olar. Bu qədər uşaqlar, hər birinizə uğurlar. İnşallah növbəti imtahanlarda görüşərik. Sağ olun.